Salam əziz abituriyentlər. Bugünkü dərsdə biz sətirlərdə və siyahılarda istifadə olunan metodlar haqqında danışacağıq. İlk öncə metod Salam müəllim. Salam. İlk öncə metodun mahiyyəti haqqında danışmaq istəyirəm. Əvvəla metodlar işləyir sətir tipləri ilə və siyahı tipləri ilə. Bir balaca onlardan danışsam, sətir tipləri bizdə verilirdi dırnaq içərisində. Biz buna bəzən ingilis dilindəki adı ilə string tipi də deyirik. Sonra siyah tipləri də var idi ki, hansılar ki, kvadrat mötərizənin daxilində ayrı-ayrı sadalanan indekslərdən ibarət olurdu. Hətta burada siyahı içərisində siyahı da vermək olurdu, yadınızdadsa. Bax, bu formalı təsvirə deyilirdi siyahı və yaxud da list də deyirik biz buna bəzən. Və bunların üzərində tətbiq olunan, bunları işləmək üçün metodlar var. Metod belə təsəvvür eləyin, belə düşünün ki, hazır şablonlardır. Hansısa bir uzun məsələni həll etmək üçün rahat qaydası olan qısa qaydalardan ibarət bir hazır şablon formalardır. Onları biz burada öyrənirik ki, sabah imtahanda bizdən proqram qurmaq tələb olunduğunda, sən o proqramı uzun-uzun başqa çətin, qəribə, mürəkkəb yollarla düşünüb qurmayasan, hazır bildiyin metodu tətbiq eləməklə həm proqramı qısa həll eləyəcəksən, həm vaxtın az gedəcək, həm də nə qədər yığcam olsa bir o qədər səhv eləmə ehtimalın da orada azdır. Yəni hər tərəfli faydalı olan hissəli metoddur. Ona görə də metodları hamınız bir nəfər kimi əzbər bilməlisiniz. Əzbərləməsəz, sadəcə o kifayət eləmir. Metodun nə iş gördüyünü bilirəm də, upper bunu eləyir, lower bunu eləyir. Yox, yazı qaydasını da bilmək lazımdır. Mən də bu gün çalışacağam ki, yazı qaydaları nə qədər xırdalayım, hər şeyi sizə danışım. Burada yığmışam hazır hər şey bir yerə. Burada danışacağım onlar haqqında. Birinci başlayıram sətir metodlardan. String metodları deyə bilərik buna. Və ən birinci izah eləmək istədiyim sətir metod adlanır upper metodu. Burada diyezlə verdiyim hissələr şərhlərdir. Həmin şərh olan hissələr proqram tərəfindən oxunmur, belə deyək də, translator tərəfindən çevrilmir. İnterpretator, kompilyator onu işə salmır. O sadəcə mənim üçün burada olan bir qeyd, notdur. Printin nəticəsini burada yazmışam ki, gözümüzün önündə olsun. Əgər biz dəyişənə mənimsədilən hansısa ifadəyə upper adlanan metodu versək, həmin metod burada olan bütün simvolları böyüdəcək. Buna xidmət edən metod. Bir də işə salın baxaq. Burada ola bilər ki, hamısını balacayını yazasan. Ola bilər ki, nə bilim, bəlkə nan böyüyünə yazılacaq. Fərqi yoxdur da. Yəni, upper'ın funksiyası, upper'ın işi burada yazılan bütün simvolları böyük simvoluna yazmaq, böyüyə çevirməkdir. Bir də ki, burada bir nöqtəyə toxunmaq istəyirəm. Yəni, buna çox-çox toxunacağım bugün. Mən burada dəyişən yazıram. Tutaq ki, x dəyişənim. Biraz belə daha sadə olacaq. Nə edirəm? Deməli, mənim A dəyişənim balaca hərflərlə yazılmış banan sözüdür. Mən həmin balaca hərflərlə yazılmış banan sözünün olduğu A dəyişəninə upper metodunu tətbiq edərək alınan yeni böyük hərflərlə yazılan banan sözünü x dəyişəninə mənimsədib, həmin x dəyişəninə çapa verirəm. Bəs uşaqlar, sualım sizədir. Mən burada A-nı çapa versəm nə olar? Banan sözü Balaca kiçər. ilə olacaq. Balaca kiçik banan. Bəli, balaca hərflərlə olan banan çapı olacaq. Beləliklə mən burada nə qazandım? A dəyişənində olan banan sözündə itirmədim. Bir dənə də x dəyişənində böyük hərflərlə yazılan banan sözünü əmələ gətirmiş oldum. Amma bəzən həm bunu saxlamaq, həm də başqasını yaratmaq mənasızdır, artıqdır, ehtiyac yoxdur. Səhv deyil, işləyir, amma artıqdır bəzi hallarda. Ona görə də təzə dəyişən götürmədən tətbiq olunan metodu birbaşa mənimsədə bilərsən dəyişənin özünə. Beləliklə, artıq balaca hərflərlə yazılmış banan sözü itir, əvəzinə böyük hərflərlə yazılmış banan sözü gəlir. Bəzilərini də elə yazmışam. Metod tətbiq olunur və alınan qiymət özünə qaytarılır. Anladıq?
Yazılış qaydası da belədir. Dəyişən, nöqtə, metodun adı, mötərizələr. Növbəti metodumuz Lover metodudur. Lover metodu burada olan bütün simvolları hamısını balaca hərflərlə yazmağa xidmət edir. Kiçildir. Nə yazırsan yaz. Burada görürsən B hərfi, N, A hərfi bunlar böyük idi. Amma Lover metodu çevirdi onların hamısını neynədir? Balaca ilə yazdı. Yazılış qaydası eyni. Bu yuxarıda danışdıqlarım hər şey eyni. Dəyişənin adı, A dəyişənim, nöqtə lover. Qabağında niyə A-ya mənimsətmişəm? Çünki köhnə bananı yeni balaca hərfli bananla əvəzləmək istəmişəm. Ürəyim istəsə burada bir T dəyişəni götürərəm və alınan yeni qiyməti T adlı dəyişənə mənimsədirəm. A da qalar köhnə qiymətində, yenisi də T olar. Növbəti metodumuz adlanır Capitalize metodu. Capitalize metodu burada olan sətrin içərisində ola bilər 5 dənə söz olsun. İçərisində ola bilər cümlələr olsun. Həmin ifadənin lap başdakı ilk simvolunu, belə deyək də, 0 nömrəli indeksini böyük yazıb, qalanlarını avtomatik kiçik yazır. Upper'la capitalize'ın fərqi çox böyükdür. Upper hamısını böyük yazardı. Capitalize yalnız ilk hərfi böyük saxlayıb qalanları kiçildir. Məsələn, burada banan yox. Yazıram Bakı Azərbaycanın paytaxtıdır. Bakı gözəl şəhərdir. Capitalize verirəm. Və gördüyümüz kimi bütün sətrin yalnız ilk hərfini böyüyə çevirdi, qalanlarını kiçik elədi. Düşünürəm ki, burada da çətin qeyri-adi bir şey yoxdur. Sonra count metodu haqqında danışırıq. Count metodu saymaq. Nəyi saymaq? Həmin o nəyi sualın cavabı isə burada bizdə mötərizədə qeyd olunur. Bu ifadədə neçə dənə A hərfi var, onun sayını çıxarıb verir bizə. Yazılış qaydası da bu formadadır. Dəyişənin adı, count, saydım, verdim və təzə dəyişənə mənimsətdim. Uşaqlar, bax buradan, qoy bunu kopyalayalım, o tərəfə atam, orada danışaq. Proqram səhv işləmir. Yoxlaya bilərəm. A hərflərinin sayını istəmişdim, verdi cavab 2. Proqram işləyir. Amma burada mənim məntiqi cəhətdən yanlış olan bir yazım var. Nəyi düz qurmamışam sizcə? Yəni deyirəm, xəta yoxdur, işləyir. Amma qurmağım düz deyil əslində bu cür. Nə? A integer. Birinci. A'ya mənimsətmisiniz? Bəli, A-ya mənimsətməyim düzgün olmaz. Niyə? Çünki mən A-ya bunu mənimsətməklə oradakı banan sözünü tamamilə yox eləmiş oluram. Və A-nın qiymətini artıq 2 deyə istifadə edirəm. Yəni, mənə təkrar hardasa banan sözünü yenidən istifadə eləməyə gəlsə, mən onu tapa bilməyəcəm. Yoxdur. Ona görə də, əgər sözün üstündə böyütmə, kiçiltmə eləyirsənsə, üstündə eləmək yaxşıdır. Amma bu formalı şeyləri yeni dəyişənə mənimsətmək daha yaxşıdır. Bu arada özdə count bizə say olaraq verir, tam ədədlər şəklində. Əgər axtardığım hərf orada yoxdursa, o zaman 0 nəticəsi verir. Yəni, neçə dənə, tutaq ki, T hərfi var yazıram. İçində T hərfi olmadığını görə mənə verir 0. 0 dənə T var yəni. Bəs bu sualın cavabı nədir sizcə? Sualım sizədir. 0. 0. Böyük hərf və B yoxdur. Hə, yəni siz deyirsiniz ki, böyük və kiçik hərflər fərqlidir. Ona görə də mən böyük B axtardığımda mənə nəticəni 0 verdi. Düz deyirsiniz. Niyə belə oldu? Niyəsini də deyim sizə, qulaq asın. Deməli, string tiplərində istəyir saymaq, istəyir müqayisə etmək, böyük, kiçik, birazdan danışacaq o barədə də. Onlar avtomatik olaraq bilirsiniz nəyə görə axtarılırlar? ASCII kodlaşdırma sisteminə görə. ASCII əlifbası var idi, yadınızdadırsa. Və orada deməli 48-dən səhv etmirəmsə 57-yə kimi rəqəmlər idi. 0-dan 9-a qədər sırayən rəqəmlər.
Sonra 65-dən 90-a qədər böyük hərflər idi. A, B, C, D, Z-yə qədər baş hərflər, böyük hərflər. 97-dən də 122-yə qədər balaca hərflər gəlir. A, B, C, D və ingilis əlifbası Z-yə qədər. Bax, bunları əzbər hamısını bilməsəz də, heç olmasa təxmini bilin ki, rəqəmlər sonra 65-də başlayır böyük hərflər, 97-də də başlayır balaca hərflər. Yəni bunu bilsəz bəs eləyər. Birazdan yenə də bu məsələyə yüngülvari toxunacağam. Böyük B-nin ASCII-də durduğu sıra 66-dır, amma balaca B-nin durduğu yer 98-dir. Onlar eyni simvollar deyil. Ona görə də 0 verdim mənə nəticə. Bir də biz count vasitəsilə təkcə hərf yox, parça da axtara bilərik. Məsələn, nan yazmışam burada və nə tapmalıyım burada? Baxıram. Neçə dənə nan var idi içində? Bir dənə. Onda indi nəticə nədir? 2. 2. 2. 2 olmur. Siz 3 niyə dediniz ki? 2 dənə nan var da onun içində. Biri buradadır, biri də buradadır. Və sadəcə an yazsam, 4 tane. 4. yoxlayıram və bəli, düz deyirsiniz. 4 dənə idi. Bu belə. Başqa countla bağlı hələ ki bir şey yoxdur. Davam edirəm mən. Buradakı metodları danışdıq. Sonra sırada olan metod olacaq strip metodu. Yazılış qaydasına baxaq, tanış olaq. Sonra strip haqqında biraz kənara çıxacam çərçivədən. Biraz strip haqqında başqa şeylər də deyəcəm sizə. Strip metodu dırnaq içərisində olan ifadənin sol tərəfində və eyni zamanda sağ tərəfində olan bütün boşluqları silir. Ola bilər burada 10 dənə boşluq olsun, burada da cəmi 3 dənə boşluq olsun. Ona say fərqi yoxdur. Onu önəmli olan odur ki, buradakı boşluqları və buradakı boşluqları silim, təmizləyim. Ola bilsin ki, burada da hərflər arasında boşluqlar olsun, amma strip metodu içəri müdaxilə edə bilmir. Strip metodu ancaq kənarlardakı boşluqları təmizləyir və mənə verər bu halda belə bir ifadə. Striplə bağlı kiminsə sualı varsa soruşa bilər. Mən indi stripin biraz başqa forması haqqında da danışacağam. Məktəb proqramında stripin indi danışacağım forması yoxdur, səhv etmirəmsə. Ümumiyyətlə, abituriyentlərdə olan strip qaydası sadəcə belə yazılır ki, strip metodu kənarlarda olan boşluqları təmizləmək üçündür. Mən stripin bir balaca abituriyent proqramına kənar formasını da göstərirəm. Niyə? Bəlkə özünüzdən proqram qurmaq lazım gəldiyində hardasa işvə yarayar, bəlkə. Ondan istifadə edə bilərsən. Məsələn, belə bir söz, belə bir hissə yazmışıq. Bu dəfə əgər stripdə mötərizə daxilində nəsə yazılıbsa, deməli konkret mən göstərirəm ki, nəyi silmək lazımdır. Və metod sözün həm əvvəlində buradakı hərflərdən hansıları tapsa, onları siləcək və sözün sonunda da bu hərflərdən hansıları tapsa, onları siləcək. B, N hərflərindən sözün əvvəlində olan təkcə hərf B-dir. Ondan sonraki hərf artıq bu hərflərdən olmadığına görə, burada qırıldı artıq. Və eyni ilə axırda da N hərfi var, amma N hərfindən sonra olan A hərfi burada axtarılan deyil. Orada da qırıldı. Deməli, əvvəldən B, axırdan N sildiyi üçün ortada qalır A-nı A. Biraz fərqli bir sözdə götürsəm, hərfləri təkrarlanmıyor, belə biraz mürəkkəb söz götürsəm, informasiya olsun lap. Y, A, N.
Tutaq ki, bana belə bir sual verirəm. Bu proqramın, bu kodun icrası nəticəsində nə çap olunacaq? Bu 4 hərfdən hansıları sözün əvvəlində tapır? İ hərfi, bir də bu hərflərdən nə var? N hərfi var. İ, N kəsilib atılır. Çünki ondan sonra gələn F burada olmayan başqa hərfdir. İn kəsildi, atıldı. Bəs axırda nəyi kəsib atır? İya kəsib atır. Onda nə qalacaq? Formas. Yoxlayaq. Hı -hı. Sual olan var uşaqlar? Nə modu deyə bilərsiniz? Sənin strip metodunun içərisində yazdığın hərflərdən hansıları həm sözün əvvəlində, həm sözün sonunda tapsa, onları silir götürür. İ, Y, A-nı özdə ardıcıllığı da önəmli deyil. Sadəcə bu 4 dənə hərfdən qarışıq şəkildə hansıları bu sözün əvvəlində varsa, İ ilə N var. Bunu buradan kəsib atır. İyan hərflərindən İ, Y, A sözün sonunda var. Onları da buradan kəsib atır. Başqa bir dənə də sözdə yoxlaya bilərik. Məsələn, yazıram ora. Traktorçu yox. Burada da R istəmirəm. Başqa nə yazarım? Traktorlar. Olsun belə. Tutaq ki, belə olsun. Nəticə nə olacaq? Bu 4 dənə hərfdən hansı hərfləri başda tapıb silir? Tamam. Tamam. Yaxşı, bəs burada A hərfi var. Burada A hərfi var. Niyə silmir? Çünki ikinci R gəlir orada. Bəli. Çünki bəli, R-da qırılır artıq. Bir dənə T-ni buradan silə bildi. Bəs sonundan nəyi silə bilir? Davam hissəsi. Dan. Bəli, onda nə qalmış olur? Traktorlar. Yoxlayaq. Bax belə. Sual olan var. Yaxşı, mən davam edirəm. Amma yenə də deyirəm, bunu əzbərləmək məcburiyyətində deyilsiniz. Abituriyent proqramında belə bir şeyə rast gəlməmişik və heç dim suallarında da biz bu hallardan istifadə etməyəcəyik, rastlaşmayacağıq. Bunun deməyi də məqsədim o idi ki, birdən elə bir sual düşər ki, deyər, nə bilim, filan sözün əvvəlindən və sonundan silən, nə bilim, proqram qurun. Bundan istifadə eləmək olar. Sonra növbəti metod. Növbəti metod adlanır. Bunları mən gərək açardım da bir-bir yazdıqca. Count dedik. Strip danışdıq. Replace metodu. Bu da yaxşı, maraqlı bir metoddur. Replace metodu vasitəsilə biz sözün içərisindən özdə istənilən yerindən fərqi yoxdur. Əvvəlindən, ortasından, sağından fərq eləmir. Nəyisə tapıb replace əvəz etmək. Bu hissəni nanı bəklə əvəz et. Burada da nan tapılır. Bu hissədə onu əvəz edirəm bəklə, olur babək. Və ya bu sualı sizə ünvanlayıram. Burada ana yazıram. Burada da ato yazıram. Nəticə nə olar? Batman. Burada ortada olan A-nı A hissəsini AT O ilə əvəzlədiyi üçün
Olacaq bu artı 10. Bu metodu başqa məqsədlərlə də istifadə eləmək olar. Belə yaxşı bir məqsədi var. İşə yarayar. Bilmirəm yadınıza gələr ya gəlməz. Mən sizə o vaxt sətr tiplərini keçəndə demişdim ki, sətr tipləri list tipindən fərqli olaraq redaktə oluna bilmir. Mən bu traktorlardanın içindən t-nı dəyişə bilmərəm başqa hərflə və yaxud da içindən nəyisə silə bilmirəm. Ancaq tək çarə odur ki, oradakı hərfləri yığım, başqa sözə bitişdirim, yeni söz əmələ gətirim. Amma içindən nəyisə silib təmizləyə bilmirəm. Replace metodu ilə o içindən əvəzləmə aparmaq olur. Həmçinin belə bir şey də eləmək olur. Mən istəyirəm ki, ba hissəsini dırnaqda olmalı təbii ki, çünki string tipindən danışırıq biz. Ba hissəsini dəyişim k hissəsi ilə, onda ba-la olacaq k-la. Tutaq ki. Və yaxud da mən burada dırnaq arasında 2 simvolu daxil edirəm. Onda ba-nın yerinə 2 qoyacaq, olacaq 2-la. Düzdür? Dırnağın arasında space bar, boşluq qoysam, o zaman olacaq boşluq, ba-nın yerinə qoyurdu boşluğu. Boşluqla. Dırnaqların arasına heç nə qoymasam, maraqlısı budur. Ba-nı heç nə ilə əvəzlədim. Heç nə deyəndə, yəni heç nə qoymadı deyə avtomatik olaraq silinmə baş verir. Yəni əgər string tipindən nəyisə silməyə lazım gələrsə, replace metodu çox gözəl köməkçi vasitədir. Bir də count-la bağlı bir şey yadımdan çıxdı, bayaq qeyd eləmədim. Count dedik ki, string tipində məsələn A hərfini, N hərfini və yaxud olmayan hərf yazsan 0 verəcək. Birdən kiminsə nə vaxtsa tapşırıq yazanda ağlının ucundan belə bir şey yazmaq keçər. Count 7 məsələn. Bu işləməz. Çünki bu yalnız string tipindən danışırıq. String tipində olan metodu sən ədəddə tətbiq edə bilməzsən. Hə, bunu belə versən, bu məntiqlidir, string tipidir. Amma bunu da dırnaqda verməyi unutma. String mətnində axtaracağın şey də string tipli olmalıdır. 8 dənə 7 var imiş, onu çıxartdım. Növbəti metod find metodudur. Find metodu belə işləyir. Bura yazıram 0. İndeksdir də bunlar. 0-5 aralıqdır. Aralıq verəndə biz demişdik ki, həmişə sol tərəfdə olan rəqəm birinci rəqəm sayılır, amma sağ tərəfdə olan 5 özü sayılmır. Yəni, bu aralıq bizdə 0-5 yazısı bizə verir 0, 1, 2, 3, 4 nömrəli indeksləri. Yəni, 0, 1, 2, 3, 4. Qısası bütün banan sözü. Bütün banan sözündə find n hərfi. Bu uşaqlar count deyil ha, sayını versin mənə ki, orada 2 dənə n hərfi var, yox. Find n hərfinin indeksini verir. N hərfi banan sözünün içində neçə nömrəli indeksdədir, onu verir. Problem orasındadır ki, orada 2 dənə n hərfi var. Hansını verəcək mənə? İlk tapdığını. Yadında saxla. Bu sözün içərisində ilk rastına gələn n, bu ortadakı n-dir. Bu n-in indeksi neçəyə bərabərdir? 0, 2. 1, 2. Proqramı işə salıram və buyur, bu da 2. Bəs mən axırıncı n-nı tapmaq istəyirəmsə, onda aralığı necə verməliydim? 0, 1, 2, 3. 3-dən neçəyə kimi? 5-ə. 5-ə kimi. 3-dən 5-ə kimi yazanda 3, 4 deməkdir bu. 3-ə 4-ə ancaq bu simvollar düşdüyü üçün ancaq orada n hərfini axtaracaq. Orada tapdığı n-nın indeksi neçədir bəs? 4.
Baxmayaraq ki, bu aralıqda tapır, yenə də bu n-nin nömrəsi başdan başlayır da sayılmağa. Yəni buradan başlayır 0, 1, 2, 3, 4. Bura gəlib düşür. Mən burada yaza bilərəm 3-dən 66-ya kimi. O da sözü açsa belə 66 problem yoxdur. Nəticəni mənə verəcək səhvsiz. Və yaxud da ki, mən son qiyməti qeyd eləmədən də bu cür də yaza bilərəm. 3-dən sonsuzluğa kimidir. Deməkdir, bu 3-dən sözün axırına kimi yəni. Bu formada da yazmaq olur, amma əksinə birinci rəqəmi yazmadan bu cür yazmaq olmayacaq. İlk rəqəmi qeyd eləməlisən, ikinci rəqəmi qeyd eləməsən də olar. Onda olacaq axıra kimi. Bir də find-la bağlı bir şeyi də vurğulayacağam. Məsələn, mən yazmışam 3-dən 5-ə kimi. Deyək ki, K hərfini. Sualım sizədir. Nəticə nə olmalıdır? Nə düşünürsünüz? Heç nə verməyəcək. Mənfi bilməm. Heç nə verməyəcəm. K Yaxşı. hərfi yox. Kömək edirəm sizə. Mənfi. Xəta baş vermir. Mənfi 1. Niyə -1? Niyə 0 yox? 0 B hərfinin sırasına ona görə. Bəli, 0 düzdür. 0 B hərfinin indeksidir. Orada olmayan indeks mənə verə bilər -1. Gördünüz? Find metodu count kimi deyil də, count tapmadı 0 verir. Sayı 0. Amma find metodu 0 verə bilmir. Özdə find həmişə 0 ya da müsbət indeks verdiyinə görə mənfi avtomatik olaraq oradakı indeksin olmamasını bildirir. Bir də bunu da deyim sizə, aralığı 3-5 yox. Məsələn, -4, -1 də yaza bilərik. Amma -1, -4 yoxdur. -4, -1 yaza bilərsən, onda da belə işləyəcək. -4 hansı hərfdir? Buradakı A hərfidir. -4, -3, -2, -1. Bu aralıqda ilk rastına gələn A hərfinin indeksi neçəyə bərabərdir? 1. İndeksi find həmişə müsbət ədədlə qaytarır ya da 0 ilk indeks ya da müsbətlə qaytarır. Mənfi cavab verə bilmir. -1 yalnız o halda olur ki, axtarılan indeks orada olmasın. Bir də buna toxunacağam. Abituriyent proqramınızda olmayan find-in başqa alternativi sayılan bir dənə də metod var. İndeks adlanır. Bax, mən indi içində olan bir şey axtarıram. 3-dən 5-ə qədər A. 3-dən 5-ə qədər A hərfi var. 0, 1, 2, 3. Yox, 0, 1, 2, 3-ə gəlib düşür də, düzdür. 3 verəcək elə. Bu da 3 verəcək, bu da 3 verəcək. Gəlin baxaq. 2-dən 6, 6, 3 olmalı. İstədiyimizi aldıq. Bunların çox xırda bir fərqi var. Find metodu olmayan hərfi axtaranda nə verirdi? -1. -1. Amma indeks metodu olmayan hərf olanda xəta verir. Fərqləri budur. Kitabınızda heç bu haqda bəhs olunmur. İndeks metodu deyə bir şey yazılmayıb. İndeks var ya, listə var. Stringdə indeks yoxdur sizdə. Birdən də nə vaxtsa istifadə eləsəz, bilin ki, var elə metodu işləyir, amma olmamaq söhbətində biraz fərqli olacaq da. Yəni indeks olmasa -1 vermir. O find-ə məxsusdur. İndeks xəta verir. Kodun səhvdir deyir. Sətir metodları qurtardı. Mən indi sətir metodları haqqında ümumi danışmaq istəyirəm. Bunları necə rahat yadda saxlayaq? Nə kimi burada ipucular var, onları göstərmək istəyirəm sizə. Bütün metodların yazılış qaydasına fikir verin. Dəyişən nöqtə metod. A.upper, A.lower, A.capitalize, A.count, A.strip, A.replace, A.find. Hamısının eyni cür yazılış qaydası var. Hamısı eyni cür yazılır. Və hamısının qabağında mötərizə var. Amma bəzilərinin mötərizələri boşdur, bəzilərinin mötərizələri doludur. Bax, bunu necə qarışdırmayaq? Çox sadə. Diqqətli qulaq asın. Əgər metodun adı tələb olunan əməliyyatın özünü
ifadə edə bilirsə və əlavə heç bir sual yaratmırsa bizdə, onda mötərizənin içi boş qalır. Nə deməkdir bu? Upper neynir? Sözün bütün hərflərini böyük yazır. Əlavə nəsə sual var? Xeyr. Onda mötərizənin içində yəni izah olunacaq bir şey yazılmır. Mən metoda nəyisə izah eləmirəm. Lover hamısını balaca yaz. Metodun adı onsuz da bütün işi görür. Capitalize-dir həmçinin. Amma count. Count metodu nə edir? Sayır. Sual olmalıdır orada. Nə sualı? Nəyi? Həmin nəyi sualın cavabı mötərizədə yazılır. Strip metodu. O stripin o biri forması, onu qoyaq kənara. Mən sırf bizdə abituriyentdə istifadə olunan formadan danışıram. Boşluqları silmək. Strip metodu özü boşluqları silir. Nəyi sual olmadığı üçün mötərizənin içində bir şey yazmırıq. Replace. Nəyi, nə ilə? Var suallar. Find metodu. Nəyi, hansı aralıqda? Bax, bu cür yadınızda qalar. Məncə. Görüm yadınızda qaldı mı? Gəlin bir yerdə üstündən gedək. Mən metodun adını deyim. Siz mənə sadəcə deyin ki, mötərizənin içi boşdur, yoxsa mötərizənin içində nəsə var. Siz mənə belə cavab verərsiniz. Yaxşı. Capitalize. Boşdur. Boş. Boşdur. Boş. Find. Dolu. Dolu. Count. Dolu. 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 Upper. Boş. 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 Tamam. Replace o da doluydu. Bir də başqa bir şey deyim sizə. Bütün string metodları, burada öyrəndiyimiz 6 ya 7 də metoddur. Bütün buradakı string metodlarının hamısının qabağında dəyişən bərabər yazılır. Həmin metodu mütləq nəyəsə mənimsətmək lazımdır. Mənimsətməsən kod düzgün nəticə verməz. Dəyişən bərabərdir metod, dəyişən bərabərdir metod. Dəyişən elə metodlar var ki, listdə. Onların qabağında dəyişən adı yazılmır. Amma stringdə bütün metodların qarşısında dəyişən adı yazılır. Bir də bunu da deyim sizə, yadınızda qalar da, yəni bunu bilirsiniz məncə. Biz bu formalı şeylər yaza bilirik. S bərabərdir A plus B, print, mötərizənin içərisində, tutaq ki, S. Mənə nə verəcək? A-na B-nin cəmi 40-dır, mənə də printə verir 40. Uşaqlar, bəs mən printin içərisində S yazmadan burada birbaşa A plus B yaza bilərdim? Hə. Bəs A plus B-ni burada yazmaq mənə nə qazandırır? Yəni, bunu yazmayım, təsəvvürlə, bu yoxdur. Birbaşa A plus B-ni printdə yazım. Bu mənə nə qazandırır? Dəyişən çox əlavə olunmur da, yəni təkrara səbəb olunmur. Bəli, əlavə dəyişən istifadə etmirəm. A, B, C, D çoxaltmıram dəyişənlərimi. Nə qədər az olsa o qədər yaxşıdır. Əlavə sətir də istifadə eləmirəm. 4, indi burada qısadır da, bəlkə belə mənasız görsənir, amma bəzi hallarda doğrudan işə yarayır. Əlavə dəyişən istifadə etməkdənsə elə printin içində birbaşa həll eləmək olar. Yəni, yadınızda saxlayın ki, dəyişənə bərabər olunan, dəyişənə mənimsədilən ifadələri birbaşa printdə yazmaq olur. Yəni, belə deyim də, burada olanı birbaşa burada yazmaq olur. Onda əgər bizim bu metodumuz dəyişənə mənimsədilirsə, onda elə onu birbaşa dəyişənə mənimsətmədən printin içərisində yazmaq olar. Bütün string metodlarını bu cür vermək olur. Çünki hamısını dəyişənə mənimsətmək olur. Mən indi keçirəm siyahı metodlarına. List metodları. İlk metodumuz delete metodudur. Bu formada yazılır. Del x dəyişənindən 3. Amma fikir verirsinizsə, məndə burada 3 deyə bir ədəd yoxdur. Bəs bu necə, nəyi silib buradan? İndeks. Həmin 3 nömrəli Hı. indeks silib. Bəli. 0 nömrəli indeks, 1 nömrəli indeks, 2 nömrəli indeks, 3 nömrəli indeks. Yəni, delete metodu dəyişənin qiymətindən, siyahı qiymətindən burada duran indeksin qiymətini silir.
və sonra da həmin siyahını çapa verirəm. Sualı olan olsa soruşsun. Mən düşünürəm sadədir, ona görə çox üstünə dayanmadım. Keçdim növbəti metoda. Sonra var sum. Sum listin içərisində olan ədədləri toplamaq üçün istifadə olunur və sumla bağlı bir şey yadınızda saxlayın ki, burada hamısı ədəd tipində olmalıdır. Integer, float fərq etməz, amma hamısı ədəd formasında olmalıdır. Əgər bunlar, yəni birdən düşünərsən ki, hamısı string tipində olsa, sözlər, hərflər və onları toplasaq yan-bayan bitişər, xeyirli şey olmur. Xəta verir. Hətta bəziləri ədəd, bəziləri dırnaqda olmuş olsa bu formada, yenə də nəticə vermir, yenə də xəta verir. Sum yalnız o halda işləyir, nəticə verir ki, bunun daxilindəki qiymətlər hamısı ədəd olsun. Və onların hamısını toplayıb verir. Maksimum. Maksimum listin içərisindəki ədədlər arasından ən böyük ədədi tapır. İndeksi yox ha, ən böyük indeksdə duran falan yox. Yersiz, mənasız bir şeydir. Ən axırıncı indeks istəyirəmsə, ora sadəcə x-1 yazsam kifayət edir. Burada sadəcə bu listin içərisindəki ədədlərdən ən böyüyünü verir mənə. Burada da qarışıq yazmaq olmaz. Qarışıq şəkildə string, nə bilim, integer yazsan, yenə də nəticə verməyəcək. Səhvdir, xəta verir. Amma ədəd verdiyin ki, maksimum minimum. Ədədlə işlədiyi kimi, görürsən, minimumda da 11 verir. Ayrıca stringdə də işləyir. Bəs mənə maraqlıdır. Nəyə əsasən, Əlifbadakı mövqeyinə görə Əlifba sırasına görə. nəyə əsasən sizcə max Y hərfi verir? ASCII cədvəlindəki koduna görə. Ona görə. Əlifba, ASCII. Maraqlıdır. İndi görək kim bu hissəni düz düşündü. Sizin kimlər oldu? Yaxşı, gəl bunu belə eləyək. Bu olsun kiçik Z. Bu da olsun. Bu qalsın belə. Burada maksimum nə olar sizcə? Böyük A. Z, Kiçik Z. kiçik Z. 97, 98, 65, 122, 40, 50. Ən böyük mənə verdi 122. Deməli, əlifba məsələsi deyil də, ASCII-də durduğu yerə görə eləyir. Bayaq danışırdıq biz bundan. Onda burada minimum nədir? 2. 2. Vəssalam. Düşünürəm ki, burada çətin bir şey olmaz. Davam edirəm mən. Davam edirik. Növbəti metodumuz olacaq bizim append adlanan bir metod. Append metodu möhtərizənin içərisində yazılan fərq yoxdur. Nə olsa, nə yazsan ədəd, sətir, nə tip olur olsun. Onu siyahının sonuna əlavə eləyir. Append. Bu da çox məşhur bir metoddur. Çox istifadə edəcək bunda. Məsələn, bəzən lazım olacaq ki, nələrisə yeni bir boş siyahıya yığmaq lazım olacaq. Ona görə də boş siyahı yaradıb sonra nə bilim müəyyən bir şərt verir. Həmin şərti ödəyənləri hər dəfə append eləyəcək təzə boş siyahının içinə. Suallarda çıxdıqca görəcəksiniz. Append metodu yadınızda saxlayın. Siyahının sonuna tələb olunan qiyməti əlavə etmək üçündür. Sonra növbəti metod remove metodu adlanır. Remove metodu vasitəsilə bu delete metodunun başqa bir formasıdır.
Fərqi ondan ibarətdir ki, delete metodu yalnız indekslə silir. Remove metodu isə indekslə yox. Birbaşa axtarılan simvolun özünü silir. A, B, D, Y qalır. Bir dənə maraqlı bir şey göstərmək istəyirəm sizə buradan. Tutaq ki, məndə burada bir neçə dənə S simvolu var. S, K deyək. B, S, D, axırda bir dənə S. Remove S sizcə neyniyər? İlk ağlınıza gələn variant nədir? Birincisi. İlk tapdığımı silir. Bütün şeylər. Mənə maraqlıdır. Mən ilk ağlınıza gələn variant dedim və ilk Məncə variant olaraq birincini silir təklifi gəldi. Mən düşünürdüm birinci deyərsiniz ki, hamısını siləcək. Birincini silir. Remove metodu bir dəfəyə yalnız bir dənə indeksi silə bilər buradan. O da ilk rastına çıxanı silir. Belə. Yəni bütün C-ləri mən remove-la bir dəfəyə belə silə bilmərəm. Mənim məsələn bir ikinci və üçüncü məsələn seni silmək istəyirəm ona qalmalı. Onun üçün heç remove yox, remove orada heç sərf eləməz. Onun ən gözəl variantı, yaxşı da elə bir sual gəldi deyə yazıram, biraz uzun olacaq amma. Yazıram K bərabərdir boş bir siyahı. Sonra yazıram for i in y əgər i fərqlidirsə C-dən K nöqtə append print K. Neynədim ki mən? Ben düzgün nəticə Harda? verdim, düz işlədim. Harda K-nı Birdən görsən, fərqli olanları siyahıya əlavə edin. elədiniz. S-dən fərqli simvolları K-ya topladım, K-ya yığdım. Append metodu ilə bağlı bir proqram. Bayaq bunu nəzərdə tuturdum, burada da onu tətbiq elədik. Belə yaza bilərik. Digər metod adlanır indeks. İndeks metodu siyahının axtarılan qiymətinin indeksini qaytarır sənə. Bu bir növ nəyə oxşuyur? Bayaq stringdən nə keçmişdik buna aid? String tipində hansı metodu dedik bayaq? Find. Find var idi sizin kitabınızda olan. Bir də kitabınızda olmayan indeksi də danışdım. Fərqlər o idi ki, find tapmayanda -1 verir, indeksi isə xəta verir. Burada amma find işləmir heç burada bildiyim qədərilə. Find işləmir. İndeksdəki bu formada verir, amma burada da indeks tapmayanda xəta verir. Deyir, elə bir indeks yoxdur, elə bir ədəd heç bir indeksdə yoxdur, belə bir xəta verir. Axtarılan simvolun, elementin daha doğrusu indeksini qaytarır sənə. Bu da 2 nömrəli indeksdə durduğu üçün verir 2. Insert. Insert metodu hansı metodun bənzəridir? Dedi ki, Appendin. remove delete'in bənzəridir. Insert hansının? Append. Append. Append, bəli. Append metodu sadəcə hər dəfə axıra əlavə edir. Insert metodu isə sənin istədiyin indeksə əlavə edir. Belə deyək də, bu insert metodu 3 nömrəli indeksə resad əlavə edir. Və ya yox. Ümumiyyətlə qoy bunu izah edeyim. Başqa bir sual da verəcəm oradan. Deməli, bunun indeksi 0-dır. Bu qalıb yerində. Bunun indeksi 1-dir. Bu qalıb yerində. Bunun indeksi 2-dir. Qalıb yerində. Artıq 3 nömrəli indeksdə resad gəlir. Və əvvəlki harda qalmışdısa, D. O da ondan sonra artıq 4-dən başlayaraq davam edir. Yəni, sanki C ilə D-nin arasına əlavə edilmiş kimi oldu. Bura əlavə elədi. Burada 3-cü oldu. D-yə sürüşdə artıq 4-cü, 5-ci oldu. Məsələn, mən belə bir şey qura bilərəm də.
Onda nə olacaq? Son əlavə edəcək. Sonuna əlavə edəcək. Son əlavə. Bəli. Len buradakı elementlərin sayıdır. 5. Yəni mən sanki burada 5-ə resad yaz demişəm. 0, 1, 2, 3, 4, 5 də olacaq resad. Amma nə gərək var append metodu olan yerdə? Bəlkə də nə bilim hardasa lazım olar. Növbəti metod sort. Sort sözü sıralamaq, çeşidləmək mənasındadır. Siyahının bütün qiymətlərini artan ardıcıllıqla sıralayır. Amma burada da diqqət etmək lazımdır ki, ya hamısı ədəd formasında olsun, ya da hamısı string formasında olsun. String formasında olsa ASCII sıralamasına görə düzəcək, amma ədəd formasında olsa məlum məsələdir, ədədləri artan sıra ilə düzəcək. Və belə bir cavab qaytarır bizə. List, amma bu dəfə sıralanmış. Digər maraqlı bir metod reverse metodu adlanır. Reverse metodu burada olan siyahını tərsinə çevirir. Nə artan sıra ilə, nə azalan sıra ilə, heç biri. Sadəcə olaraq tərsinə. Biz tərsinə yığmağı öyrənmişdik. Bəli. Yadınıza düşdü. Bununla, bu ikisi də eyni şeydir. İkisi də eyni şeydir. Hə, bir də bu da tərsini yığmaqda. Başdan axıra kimi -1 tərs ardıcıllığı. Bir də delete metodunda da bir şey yadıma düşdü. Məsələn, delete A-dan deyək ki 2 olsun da. Print A. 2 nömrəli indeksi, yəni 9-u oradan silməlidir. Və salam. İndi mən bunu belə yox, belə yazıram. Metodsuz necə silə bilərik listdən? Kimi yadında qalıb? Əgər mən belə yazsam, onda siz nə edəcək? 2 nömrəli indeksə kvadrat mötərizə qoyur. Bu silmək deyil. Əgər silmək istəyirəmsə, burada 2 qoşa nöqtə 3 aralıq verirəm. 2-də 2-ni götürür, amma 3-ü götürmür. Bu nə deməkdir? Elə A2-ni götürmək deməkdir də. Aralıq şəklində A2-ni vermək istəyəndə isə onda silir. 9-u siləcək. 4, 1, 3, 6. Yəni məntiqlə indi bunların ikisinin də nəticəsi eyni olmalı. Gördünüz? Amma bu metod olan yerdə bu altdakı qəlizdir. Nə bilim, nə ehtiyac var? Bu daha gözəldir. Mən yenə də indi metodlara davam eləyəcəm. Bu danışdığım metodları istəyirəm ki, bir ümumiləşdirək sizlə danışdıqlarımızı. Baxın, metodların bəzilərində yenə də mötərizədə nəsə var, bəzilərində mötərizədə nəsə yoxdur. String tipində danışdığım kimi eyni məntiq işləyir burada da. Əgər nəyi silmək, nəyi əlavə etmək, metoda nəyi elədiyini göstərməlisənsə, orada mütləq mötərizə var. Ümumiyyətlə, delete tam fərqli cür yazılır. Bu cür yazılır. Amma sum, görürsən, qabağını nəyi toplayın, mötərizədə yazırsan. Max, minimum, nəyi, harda ki maksimum, minimum. Ona görə mötərizədə həmin listin adını verməyə lazımdır. Append mötərizəsi var. Çünki sonuna əlavə et nəyi, sualın cavabı buradadır. Sil nəyi, nəyin indeksini, hara nəyi əlavə et. Amma sortla reverse-ə bax. Sort. Artan sıra ilə düzmək. Nəyi söhbəti var orada? Yoxdur elə bir sual. Reverse. Tərs ardıcıllıqla düz. Vəssalam. Yəni, metodun adı hər şeyi ifadə eləyir. Ona görə orada nəsə yazılmır. Bir də başqa bir şey var burada. Bilmirəm, diqqət elədiniz ya yox. Əslində, bayaq mən sətirlərdə danışanda bu cümləni işlətdim. Dedim, listə olacaq bu söhbət. Hal-hazırda ekranda belə saxlamışam ki, bəlkə görərsiniz. Dəyişəni bərabər
eləmək. Bəli, bəzi metodlar dəyişənə bərabər edilmir, dəyişənə mənəfs edilmir. Bəs onları necə yadda saxlayaq, qarışdırmayaq? Çox sadə məntiqlə. Yadında saxla ki, əgər tətbiq olunan metod siyahının özünün içinə dəyişiklik eləyirsə, o zaman həmin metodun qarşısında dəyişənə mənimsətmə yazılmır. Məsələn, delete x3 x siyahısından sildiyi üçün onu nəyəsə mənimsətmirlər. Sum sənə sadəcə cəm verir. Listin özünün içinə müdaxilə eləyib orada nəyisə silmək, kəsmək, nə bilim, əlavə eləmək eləmir ki. Yox. Sadəcə cəmini hesablayıb ayrıca qiymət kimi verir də. Ayrıca qiyməti mənimsətməlisən. Maksimumda, minimumda həmçinin. Gəl append haqqında düşünək. Append siyahının sonuna əlavə eləyir 16-nı. Qabağında T bərabər yazsan xəta verəcək. Proqram düzgün nəticə verməyəcək. Remove içinə dəyişiklik eləyir, içindən silir. Index, bax burada görürsən, indeks içinə bir şey eləmir. İndeks buradan götürüb 13-ün sırasını ayrı bir dəyişənə verir. Insert içinə əlavə eləyir. Sort siyahının özünə müdaxilə eləyir. Reverse özünü tərsinə yığır. Görüm yadınızda qaldı mı? Siyahı metodlarından hansılar dəyişənə mənimsədilməklə yazılır? Yadınızda qaldı? Maksimum, minimum. İndeks. Bir də indeks. Minimum, maksimum, sum, indeks bunlar. Bir dənə də şey, bayaq nə demişdim mən? Nəyi birbaşa printin içində yazmaq olar? Dəyişənə bərabər olanları, mənimsədilənləri. Dəyişənə mənimsədilənlər. Onda belə çıxır ki, list metodlarından ancaq sum, minimum, maksimum və indeksi birbaşa printdə yazmaq olar, amma qalanları birbaşa printdə versən xəta verəcək. Reverse sort, onu printin içində birbaşa yaza bilməzsən. Şəfanın sualı var burada. Sortda rəqəmlər yox, sözlər. Məsələn, yazılıb orada Zaur, tutaq ki, İlqar, Elnur, Rəşad. Və sən sort verirsən, onları əlifba sırasına görə götürəcək. Verəcək bizə Elnur, İlqar, Rəşad, Zaur. ASCII-dəki sıralamasına görə verəcək yenə. Birinci hərflər eynidirsə, onda ikinci hərfə baxır. Məsələn, Aygün, Aysel. A-lar eyni, Y-lar eyni, G-la S-ə baxır. Birinci G gəldiyinə görə Aygünü əvvələ salıb, sonra Aysel yazacaq. Ümid edirəm, sualın cavabı aydınlandı. Sonra çevrilmələrdə istifadə olunanlardan danışacağım. Bir tipdən başqa tipə çevirmək. Yəni, listlə stringin bir-birinə çevrilməsi haqqında danışıram. Əvvəla toxunmaq istəyirəm bu mövzuya. Biz bunu daha öncə sizlə keçmişik. A, tutaq ki, 246 ədədidir. Mən ədədi string tipinə çevirə bilirəm. Necə? S dəyər yazmaqla. Və yaxud da C bərabərdir 333 string tipindədir. Mən onu ədədə çevirə bilirəm. Çevirə bilirəm. Məsələn, Y bərabərdir. Salam. F bərabərdir. List. Y. Bilirsiniz nə baş verir? Çapa verirəm, yoxlayırıq. Stringin içərisində 0, 1, 2, 3, 4 indekslənən simvolları 0, 1, 2, 3, 4 şəklində ayrı-ayrı elementlər kimi düzdür. Yəni, stringdə olan indeksləri listin indekslərinə çevirdi. Yadında saxla, ədədi birbaşa listə çevirmək olmaz. Niyə? Ona görə ki, list ancaq indekslənən qiyməti özünə çevirə bilər. Ədədlərdə integer, float, onlarda indeks olmur. Onda sual verirəm, ədədi list etmək üçün əvvəl ədədi nə etməlisən?
Sətr tipinə Stringə çevirmək. çevirməliyik. Sətri Bəli. çevirmək. Bəli, əvvəl string eləməlisən, indekslənsin. Sonra list elə, çevir. Sual var. Bir də təəssüf ki, geri yığan metod yoxdur. Yəni mən listə metod var, əstəğfurullah, metod yox. E, Çevrilmə forması yoxdur da. Yəni mən listə olan şeyi satırı yazmaqla çevirə bilmərəm. Amma onun üçün ayrıca xüsusi metod var. Həmin metod adlanır join metodu. Yazıram A bərabərdir. List formasında tutaq ki 4, 0, 9, 6 deyək. Və yazıram buradan B bərabərdir. Dırnaq qoyuram və join. Print B. Gəl mən bunu belə eləyim. Bir dəqiqə düzəldim. Aha. Tam aydın olsun da hər şey. Və buraya yazıram, nə bilim, slash. Olsun belə. B dəyişəni bərabərdir. Join nəyi? A dəyişənini, listi birləşdir, sətrə çevir. Aralarını da bundan qoymaqla. Yəni bu 4 dənə şeyin 3 dənə arası var. Aralarını slash qoymaqla onları yan-bayan yığacaq. Və bu da nəticə. Və yaxud mən burada boşluq qoysam, onda onları yan-bayan birləşdirəndə boşluq qoyacaq. Ən gözəli isə bu cür dırnaq aç, dırnağı bağla. 2 dırnaq da yaza bilərik də oradan. Fərq etməz. Onda nə olacaq uşaqlar sizcə? Yapışıq olaraq çıxacaq. Belə, yan-yana yapışdıracaq. Listi stringə qaytarmaq istəyəndə ən gözəl üsul bu olacaq. Bir də mən sizə indicə dedim. String tipini list tipinə çevirmək üçün nə var? Hazır tip çevrilməsi var. K bərabərdir list A yazırsan, məsələn də indi yuxarıda var tutaq ki, həmin A sətrini listə çevirir, dənə-dənə yığır. Bir də stringi listə çevirmək üçün konkret metod da var. Həmin metod belə işləyir. Yazıram S bərabərdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Və yazıram. Deməli, K bərabərdir. S nöqtə split. Split metodu da stringi listə çevirmək üçündür. Amma bu metodun adi çevrilmədən fərqi odur ki, adi listlə çevrilmə bir-bir indeksləmişdirsə, split metodu ilə özün təyin edirsən ki, haralardan bölsün. Mənə belə bir cavab qaytarmalıdır. Dırnaq içərisində Azərbaycan boşluq var axı. Boşluqlardan kəsib doğrayır onları. Azərbaycan vergül qoydu ora. Respublikası burada boşluq olan yerə vergül qoyur. Sonra təhsil vergül qoyur bura boşluq olan yerə və axıra da Nazirliyi sözün nazirliyi sildəcək. Mənə belə bir list qaytarmalıdır. Bir dənə yoxlayım. Boşluq verməyim şərt deyil. Mən dırnaq daxilində ürəyim istəyən şey yaza bilərdim. Məsələn, gəl ora E yazaq. O zaman harda E hərfi görsə, oradan bölmə aparacaq. Onda olacaq az, E-ni kəsdi atdı.
Rıbaycan boşluq R. E-ni kəsdi tulladı. Respublikası boşluq T. E var kəsdi tulladı. Hısil Nazirliyi bir yerdə. Sadə bir şey verim sizə. Bu qalsın, bunu pozmuyor. Ya da pozum da onu olacaq ki. Nəticə nədir? Neçə yerə böləcək? Tapdınız? Və belə oldu. B, B, L, R, D, N. A olan yerlərdən kəsdim. Sual olan var. Bir də biz bayaq dedik ki, sözləri kəsmək istəyiriksə, o zaman boşluq qoyuruq burada. Onu belə də eləmək olar. Heç nə qoymasan da avtomatik olaraq bu splitin standart yazılış qaydasıdır. Ora heç nə yazılmayanda avtomatik olaraq boşluqlardan bölür. Bunu adətən sətirdə olan cümləni sözlərə parçalamaq üçün istifadə edirlər. Gəlin bir yerdə belə bir tapşırıq düşünək. Deyir ki, klaviaturadan daxil edilmiş mətndə sözlərin sayını hesablayan proqram yazın. Əgər mən yazsam print len uzunluq A, onda bilsən nəyi sayacaq? Daxil edilən sətirdə, tutaq ki, mən yazmışam Azərbaycan Respublikası Təhsil Nazirliyi. Ümumiyyətlə, neçə dənə burada indeks var? Hamısının sayını verir mənə. Bu düzgün nəticə verməz. Bir dən yoxlayaq. Qırx dənə verdi. Və yaxud da ki, mən bunu bu cür eləsəm, K bərabərdir list A və len K yazsam, fərq olacaq uşaqlar. Fərq var. Yoxdur onda. Fərq yoxdur. Eyni şeydir də. Biri sətir kimi bir-bir sayırdı. Burada list kimi bir-bir bölürdü onsuz da. Bəs mən onu söz-söz necə bölə bilərdim? A nöqtə split boşluqlardan. Boşluqlardan kəs 4 yerə. Sonra 4 yerə bölünən listi say. O da mənə verməlidir sözlərin sayını. Bu qədər. Bir də ümumi yekun olaraq danışdıqlarımızdan deyən təzə xüsusi bir şey yoxdur burada. Həm string, həm də listdə işləyənlər. Bax, len saymaq. 5 dənə hərf var burada. 5 qaytarır. Sonra var, həmin len listdə də işləyir. Sonra minimum. Minimum stringdə də işləyir. Maksimum stringdə də işləyir. ASCII ilə işləyir sadəcə. Məsələn, bizə belə bir sual verilir. Deyir ki, klaviaturadan daxil edilən ədədin ən böyük rəqəmini tapan proqram qurun. Necə? Ağlınıza hansı 11-ci variant gəlir? Listə çevirməlisin. Listə çevirməlisin. Sözə çevirəliyik. Mən onu belə eləyə bilərdim də. Ədədin, məsələn, tutaq ki, mənim ədədim 5678 olsa, əvvəl yazaram B bərabərdir. Bunun son rəqəmi A faiz 10. C bərabərdir. A tam bölürəm ona. Elə belə B-ni mən burada aldım 8. C-ni isə C-ni elə A yazım geçsin də. A-nı isə alıram 567. Sonra while verirəm. While ədədim 0-dan böyükdürsə, ədədi rəqəmlərə parçalamaq qaydası var idi. Necə idi o? Yazıram ki,
C bərabərdir. Ədədim faiz 10. Sonra yazıram əgər mənim aldığım C böyükdürsə B-dən, çünki B-yə mən axırıncı rəqəm vermişdim, digər rəqəmləri onunla müqayisə edirəm. Əgər böyükdürsə, onda max bərabər olsun. Max yox, elə B götürək də onu. B bərabər olsun C-yə. B C-ni alsın. Və hər dəfəsində də ədədi 10-a tam bölə-bölə gedək. Axırda da print. Belə. Bir dənə yoxlayım, görüm hər şey düz qurduqmu? 27.614. 7 gördünüz? Birinci rəqəm alır buradan. Və sonra digər rəqəmləri müqayisə edir hər dəfə. Hansı böyüdürsə B-yə onu götürüb verir. Buna nəyə ehtiyacı var? Qura bilərsən, tam bal verirlər sənə. Tamam. Amma əgər dövrdən istifadə etməklə şərti verilməsə, bunu bu cür həll edə bilərsən. A bərabərdir. Demir, klaviaturadan ədəd daxil edilib. Olsun, mən də onu int formasına daxil elədim. Amma sonra onu B bərabərdir. String formasına çevirirəm. String formasına çevirməyə də məqsədim max B yazmaqdır. Yoxlayaq. 27.614. 7. Hətta daha əmin olmaq istəyirsənsə proqramın düzlüyündən, bu string tipində daxil qabağına integer ata bilərsən. Tapılan simvolu sənə integerdə, ədəd kimi qaytarsın. Yuxarıdakına bax, bir də aşağıdakına bax. İkisinə də eyni bal verilir, təsəvvürlə. Əgər şərt dövrdən istifadə edin deməsə, ikisi də eyni bal verir. Aşağıdakı yazmaq əlbəttə daha səmərəlidir. Metodların istifadəsi də belə işlərdə yarayır. Qısaltmaq. Aydındır. Yəni minimum, maksimum bunlar da yadda saxlayın ki, stringdə istifadə etmək olar. Vəssalam.